Bu kontent Familia Barsa Azərbaycan və Peña Blancos Azərbaycan komandalarının təşkilatçılığı ilə həyata keçirilir. Farid Podkast. Hər birinizi salamlayırıq dostlarım, dedik ki, işləriniz qaydasındadır. Siz yenidən Barit Podkastdasınız və burada mən, Real azərkeşi Abdul və Barcelona azərkeşi Fuad öz sevdiyimiz komandaları müzakirə edəcəyik və onların La Ligada çıxışlarını müzakirə edəcəyik. Əslində bu turda La Liga prezidenti Tebas Real'la Barsa'ya 1+1 kampaniyasını təqdim elədi. Çünki hər iki komanda 2-0 hesabı ilə qalib gəldi. Hər iki komanda rəqibi qırmızı vərəq aldı və hər iki komanda penalti qazandı və qapıçılar da oldu. Qapıçılar hoqqa verib bu gün ona görə də La Liga'nın az danışıb qıraq-bucaq məsələləri daha çox danışsaq məncə pis olmaz. Amma Fuad, yenə də özün bilərsən. Qıraq-bucaq nə deyirsən ki, pirə edirsən? Qıraq-bucaq da, yəni okla futbol da bildin necə, brat. İndi La Liga'dan nasıl başını buraxmışam, o sizə, brat. Okla futboldan danışarıq da, vaxtımız olacaq. İnşallah Novaqodniya çıxışda nəsə elərik. Yəni, necəsən, Fuad? Yeni il çıxışında. Əlayam, brat. Dişlərimi düzəltdirdim, axır ki. Bir həftə niyə Barit podkast çəkmirdik? Nəinki Barit podkast? Açıqlama. Qoy verim də. Nəysə, qoymur, görürsün danışmağa. Tipik Real azərkeşləri. Qaroçe bir ay yox da, nə bir ay ola, mən pülədim burada. 2 həftə olar, 2 həftə. Dişlərim qırılmışdı, dişləri düzəldirdim. Həm fudunu çəkənmirdim, həm də ki, baridi çəkənmirdik, qalmışdıq ortalıqda. İndi düzəldi hər şey, qoz kimidir, gördüyünüz kimi. Başlayaq. O qədər Fuad demək istəmir ki, o qədər mənə bezdirmişdi, ağzının üzünə cırdıq ki, yəni 2 həftə içində çəkilə bilməsin. Fuad, 17-ci tur oldu. İndi bizim üçün bu əslində 18-dir, çünki biz artıq tur oynamışıq, amma adı gəl 17, gəl danışaq elə 17 kimi. Okay. Real öz meydanında Sevillanı qəbul edirdi. Barcelona isə səviyyədə Villarreal-la oynadı. Yes. Həmin o mistik oyun hansı ki, Amerikada keçirilməli idi, amma bəzi səbəblərlə yaxşı ki keçirilmədi. Yəni burada Barsanı qınamaq lazım deyil və yaxud Barsa nəsə işarə vermək lazımdır. Niyə qınamaq lazım? Çünki Barsa özü belə tərəfdarı deyildi bunun. Yəni tərəfdarı deyildi. Laporta deyildi ki, heç kim mənə Perezlə Real qarşı çıxa bilməz. Mən oynayacağam Amerikada. Qardaşım, bunu La Liga özü təklif eləyib də. Yəni La Liga atqaz eləməli deyil ki. Başa düşdüm, Atqız, sən özü elə aparsan ki, ki, Barcelona harda desə orada da oynayaram. Heç tərəfdaşı deyirəm, amma niyə oynayaq da? İstəyirlər də oynama, pul qazanmaq istəmirlər. Pul qazanmaq istəyirlər. Biri var ki, buna La Liga etiraz eləyə. Bunu La Liga özü təklif eləyib. Təklif edib, bu da razı olub da. Yəni niyə razı olmaz? Niyə də yoxdur da? Real Perez ki, siz ləğv etdirmək istəyirsiniz, alınmır falan 5 milyon. Müəyyən ləğv olunsaydı belə problem deyil. Ləğv olundu, problem olmadı. Əksinə mən ona etiraz edirəm. Yəni elə bir şey olmamalıdır. İlk öncə Villarreal buna razı idi. Deyirdi ki, yəni oradan daha çox pul qazanacaqdı. Yəni Villarreal əgər Amerikada oynanılmasına razı olsaydı, Barsadan qat-qat daha çox qazanacaqdı. Amma yəni indi belə oldu. Yaxşı ki, belə oldu. Görürsən, heç kim haqsızlıqdan danışmırdı ki, idman prinsipini pozur, amma Real başladı onu təbliğ eləməyə, hər kəs başladı danışmağa. Real yəni Barsa Eibardan elə bir şey eləsəydi, əlbəttə ki, Real Madrid buna qarışmayacaqdı. Barsa var deyənə Real Madrid buna qarışdı. Yəni bunu hamımız aidiyyatı çoxdur mənə. Barcelona gəlib udacaqdı yenə də. Ya udacaqdı, ya da ki, əksinə səfər maçını daha çox azərkeşlə keçirəcəkdi. Fərqi var. Fərqi ona görədir ki, yenə deyirəm, Barcelona bunu istədi. La Liga təklif etdiyinə görə. Deyirsən ki, Real sırf Barcelona istədi deyənə nəsə istəmir. Yəni bu Barsanın adı ilə olduğuna görə Real Madrid buna etiraz elədi. Yəni deyirəm, Atletico Madrid Villarreal oyunu orada oynanansaydı, eyni şey olacaq. Real Madrid heç nə deməyəcəkdi. O komanda. Yaxşı da Atletico'ya bəlkə deyərdi, amma Villarreal Sevilla matçı olsa yenə eləyəcəkdi. Çünki haqsızlıq prinsipini pozur. Qəbul eləmirsən, qəbul eləmək belə nə vecimə. Ya yaxşı gəl turu özündən danışaq. Xüsusən burada Milan Como matçı vardı, hansı keçirməli idi, o da hardasa. Milan Como'ydu. Onu da ləğv. Yəni bu sadə bir prosesdir ki, gördüyümüz kimi Superkubok oyunları Ərəbistanda keçirilir. Hətta regular liqanı sən başqa yerdə keçirməli deyilsən, hansı turu? İtaliyadır və La Ligadır ki, bu komandalar, burada oynayan komandalar Superkubok oyunlarını Ərəbistanda keçirirlər. Yes. Bunun da məqsədi nədir? Kommersiya, başqa variant yoxdur ki, yəni ərəblərdən gələn pul, oranın azərkeş kütləsi və bu həm klublara sərf edir, həm La Ligaya sərf edir, həm də ki, teleyayımdan babat pullar kəsirlər. Amma La Ligaya bunu qatmaq əlbəttə ki, düzgün deyil. Çox bu hərəkətlərdir. Ümumiyyətlə başa düşmürəm. O boyda bizim indi böyük populyarlarımızdır, baxırdı Meksikan seriallarında, İspan seriallarında öz vaxtında ATV-dən Santa Barbara. Amma yəni komanda, yəni bu boyda ölkə, bunu bacaran ölkə niyə marketinqdə bu boyda yəni batırır da konkret. Lüboy şeyin marketinqində mən yəni İspaniya qabağa gedəmirəm. Amma İspaniya ümumiyyətlə futboldan kənarda belə, yəni dövlət olaraq, yəni o deyil. Mən o razıyam. Yəni onlar yəni dərin deyirlər. Məsələn Almaniya kimi. Yəni onlar belə finansal cəhətdən çox zəif ölkədirlər.
Yəni onları bu dəqiqə ayaqda saxlayan Barselonadır belə. Yəni ki, Yəni hamımız şəhər olaraq deyirəm, amma komanda demirəm. Yəni, turizm. indi Reala da Barsa, Real az keçdəndə, Barsa da keçdəndə deyə bilərik. Məsəl üçün bəlkə də çoxunuzun arzusudur ki, mən məsələn Madriddə yaşamaq istəyirəm ya da Barselonada yaşamaq istəyirəm. Amma bir o qədər rahat deyil məncə. Heç sərfəli deyil. Heç sərfəli yaşlanılası ölkələr deyil. Yəni 2 həftə əvvəl Madriddə şəhər. Vinicius'un Batsı ilə oturub çay içirdi. çay içirdi, limon çayı. İndi yaxşı. Çay var. Nəysə başlayaq La Liqadan. Yaxşı, gəl istəyirsən, madəm ki siz lidersiz, sizi saxlayaq ən belə Yağlı yerə. yağlı yerə, danışaq belə də ikinci komanda. İkinci dərəcəli komandalar. İkinci dərəcəli Amma oyunlarımız var. Belə deyim, Barselona sizə Navagoyni hədiyyə elədi Real Madridə. Necətən? Əgər Barselona Villarreal üzərində qələbə qazanmasaydı, heç olsaydı və ya məğlub olsaydı və Villarreal ehtiyatda olan 2 oyununda qalib gəlsəydi, Real Madrid 3-cü yerə düşəcəkdi. Amma artıq belə bir şey ola bilməz. Villarreal qalib gəlsə belə hər iki oyunda yenə də 3-cü yerdə olacaq. Sən başa düşürsən nə hansı prinsipdir? Ya sən birincisən, ya da birinci deyilsən. Bəli. 2-dir, 3-dür, 4-dür mənim heç vecimə deyil. Bilirəm ki, Real azı ən pis halda Çempionlar Liqasına düşəcək. Yəni Düşəcək. Yəni Yəni ona inanmamaq da gülünc olar. Atletico normal klub olandan, düzdür, heç vaxt Atletico normal klub deyil. 18 azarkeşə salam. 18 dəfələr. Nə qədər gülmüşük. Nə qədər cəmaət komment yazır qaqa. Atletico söz deyən zor. Yaşlar zor eləm deyirəm. Elədir. Atletico köpülü klub deyil belə. Özü klub tapın ala. Normal klub tapın. O qədər klublar var. Brighton. Mənə bilsən də maraqlıdır. Bəs. Abdul, mənə bilsən də maraqlıdır. Okey də indi Barsa Real söhbəti var. Kim çoxdur, kim azdır, onu başa düşdüm. Azarkeş olaraq Madriddə Atletico Madrid azarkeşi daha çoxdur, nəinki Real Madrid. Kim deyib sənə onu? Qardaş, mən deyirlər ki, 40 neçə Qardaşım, o Juventus Torino qarşılaşmasında Turində Torin azarkeşi daha çoxdur. Oradan yırtılmış basılan bir mif də, yəni o yoxdur elə bir şey. Atletico azarkeşi çox deyil. Faiz olaraq nə qədərdir sən? Faiz olaraq təxmini məsəl üçün 50% Real, 30% Atletico və 20% məsələn Hetafe, Rayo belə. Yəni Atletico çox olmaz Real. Amma hamı deyir ki, yəni mən bilmirəm bu mifdir ya da stereotipdir ki, deyirlər ki, Atletico Madrid azarkeşi daha çoxdur. Okey, amma mən də məsələn ona inanılası bir şey oxşamır. Yəni Real Madrid azarkeşi necə ola bilməz də, yəni belə ki, Madriddə daha çox. Yox, elə şey. O Turində var. Orada şokdur bu amma yəni. Biz oyunlar haqqında danışmayacağıq. Hər şeydən onlar baxıb da, yəni penal şotuna, qırmızı şotuna udmuşuq belə bir şey. Bazarlıq belə. Fakras Mbappé-ni təbrik eləmək istəyirəm burada. Təzə olar. Real Madridin yəni doğrudan tarixinə keçdi mənə görə. Amma 1-1 futbol oynamadı həmin oyun, amma nə isə. Okey də, brat, yəni bir oyunda pis oynasın adam. Bu nə qədər? O vallah mən deyirəm, inciməyin məndən, brat. İndi siz daha yaxşı Real izləyirsiniz də məndən. Mbappé-ni təbrik elə, atın İspan dilində yazacağam, sənə söz verirəm. Baş üstə. Mbappé, təbrik edirəm. Gracias, nə bilim, muchas gracias. Okey. Yəni dedilər ki, sən Azərbaycan dilində de, İspan dilində yazacaqlar atan. Qaqa başladı İspan dilində danışma. Mən İspan dilində danışma. Xiyar dilində bax. Sonra deyir ki, yazıq işlər elə yazıb belə. Buranı kat edirsiniz yoxsa yox uca? Niyə kat eləyək ki buralı? Gül kimi deyir. Qaqa bilin ki, bu tupoydu. Hamımız bunu bilir. Şahidi olun. Nəysə. Alınmadı. Yaxşı. Nəysə. Söz verəm, Real şefi olsa mikrofonu ağzıma soxarsın. O. Qardaşım, Mbappé canavardır, brat. Onu qaraltmağın heç bir adı yoxdur. Gəl onu biraz sonra qaldıq. Sən bilirəm, Vinicius'dan yanıqlısan, oydu. Vinicius gedəcək də bir. Vinicius, sən yaxşı oğlan deyirsən. Sən ümumiyyətlə oğlan deyirsən. Sən oğlansansa bilmirəm, amma yəni yaxşı deyirsən 100%. Ola bilsin ki, uşağam, amma yaxşı uşağam mən. Bax, sən yaxşı uşaq deyirsən. Yaxşı, gəl onu müzakirə edək ki, 4-3-3. Biz bu arada həmişə Real azarkeşləri arasında öz Telegram kanallarımızda ehtimal heyət paylaşırıq. Ki, məsəl üçün sabah hansı heyət olacaq. Ata tutmuşuq da bu Xabi Alonsonun zəcibində. Onsuz da Xabi Alonso nəsə özünə məxsus stilistikanı, nə bilim, mən 3-4-3 oynayacağam, hibrid taktiki sxemlər oynayacağam, nə bilim, pressing eləyəcəm. Hər şeyin başını buraxıb. Qaqa çıxın udun, qurban olum, sizə mənə qovmasınlar. Hədə Lijbe qurun udun. İnsan, maraqlısı ki, ona keçəndən biz başlamışıq yine udmağa. Amma yəni gücü bala ilə, bura. Yox, sən nə mənə gücü bala, biz bir futbol yoxdur. Məntiq yoxdur, bura. Məntiq yoxdur. Mən bir də podkastımda danışmışam, olsa mı baxarsın. Hansı yəni məqamdan qol epizodu yaranır, bəlli deyil də. Ay, sağ ol, qəşəng. İndi məsələ nədir? Bu Real azarkeşi bu oyunu alırsa, qardaş. Yəni bəziləri var ki, deyir ki, sən Realdan nə istəyirsən? Qardaşım, mən Realdan söz istəmirəm. Olanlar deyir də, bu adam özü Real azarkeşidir də. Bu oyunu alır. Qəbul ki, yəni belə də, amma qəbul ki, Fuad yəni Real şotuna qalxıb da bir blogger kimi. Buna da başa düşmək lazımdır da. Bu Real haqqında danışmalı yoxsa yox? Ancaq Barcelona haqqında danış, nə mənasın? Sağ ol deməlisən ki, əzələ rəqibi haqqında danışıram. Nə olar? Nə vecib danışdı? Bu Barcelona'nın necə deyim, məsələn, aurasıdır ki, Realdan biraz necə
Real haqqında danışmaq, Reala bağlı olmaq, bu Barcelona stilistikası. Sevirəm də Real. Mən sən bir azərkeş olaraq bu stilistikanı təsdiqləyirsən. Sevirəm Realı, hala Madrid. Bu tələyəcəklər basacaqlar da TikToka ki, Fuat hala Madrid dedi. Gəl belə məqamı müzakirə edək. Biz hər şeyi düz tapdıq. Sözüm nəyə gətirirəm? Bir dənə Valdepeñası tapmadıq. Bu təzə gənc oyunçumuz var. Hansı ki, Ərdəbirdə sol cinahda çıxır. Çünki Menzi sınıb, Menzi deyirəm, Carvajal deyirəm. Carreras. Carreras qırmızı vərəqəyə görə yoxdur. Fran oyunçu deyil ümumiyyətlə. Fran yəni sınmasa, yəni sınması ilə sınmaması eyni şeydir. Yəni, amma Valdepeñası çıxartmada Akazovs həmin günü Kastilya, yəni Realın ikinci komandası oynayırdı. Ona görə də o eyni vaxtda iki yerdə ola bilməzdi yəni. Məcbur Frana baxırdıq. Təsəvvür birinci sayım burada oynayır, ikinci sayım aparılır orada. Frana baxırdıq. Fran da nəyəsə görə Xabi Alonso'nun təzə taktikası var. Vinicius özünə cəlb edir oyunçuları ya da Mbappé-də kimi. Fran qaçır oradan. Hə, sol cinahda kim olursa olsun da Fran da qaçır hücuma. Problem ondan ibarətdir ki, Fran ayaqda top tuta bilmir. Yəni bildiniz necə? O cəmaət deyir, pressingdən çıxa bilmir. Qarabağın son oyundan sonra deyirlər ki, Nəriman topu saxlaya bilmir. O belədir, elədir. İndi bəzində buraxılışlarda bəzi videolarda görürük də. Qardaş, siz Fran Garcia'nı görsəz, Nərimana şükür Nərimanın eləyərsiniz. göstərdiyi Çempionlar Liqasında göstərdiyi performansını dua eləyərsiniz ki, o Wow. qəşəng oynayır da, yəni. Adam Realda oynayır ha. Mən indi hələ bilərsiniz, yəni şey üçün deyirəm, bir qəşənglə Real zat üçün deyirəm. Yox qardaş, konkret o Fran Garcia Realın oyunçusudur və ayağı top tutmur. Top qəbul edə bilmir kişi. Top qəbul edə bilmir. Sən Real necə gəp tutdun? Mən sənə demişdim, nə olsa. Barcelona görə aldılar. Atletico ilə Barcelona vurdu, gözə qola. Həm də sən necə böyük klubdan daha çox tələbat var axı. Yəni böyük klubda daha çox səndən nəsə tələb edirlər ki, qırış özünü görsət. Rayoda ondan elə tələbat yox idi. Yəni Rayoda elə bir tələbat yox idi, amma o da Carrerasda. Realın akademiyasına çıxıb. Və biz deyə bilərik ki, məsələn şu Fran akademiyadan çıxıb zəifdir, amma Carreras yaxşı oynayır axı. Carreras Yaxşı performans. Carreras daha rahat oynayır. Sən daha rahat oynayır. relaxdır da. Relax. Məsələn City-lə oyunda, elə sizlə baxanda City oyunda mənə görə Carreras ən yaxşı idi Real Madriddə. Burada demişdim sənə City-yə uduzduq. Yəni amma 2-3 demişdim. 2-4 demişdim. 2-3 demişdim. İndi 1-2 oldu. İndi çox Amma yəni City-də bir köpüklü oyun oynadı. Amma yəni Eintrachtda da 5-1 demişdim. İndi 2-1 oldu. Gözləmirdim. Eintrachtda hamımız idi. Yəni Eintracht nə bilim, mən çatmadı. Şəkləsəli idi. Alman klublarına qarşı ümumiyyətlə bizim məsəl fobiyamız var da. Yəni Alman sözü eşidəndə yəni təkərə düşür bu komanda. Bilmirəm niyə. Yəni Kölnü gəlib gətirsələr, Schalke-ni 2-ci diviziyona gətirsələr, yenə də başın Barsa uduzları olaraq. İndi məsələn ondan ibarət ki, Sevilla ilə oynayırdıq. Sevilla ilə oyun ondan başladı ki, Höysen heyətə qayıtdı. Höysen nə quşladı. Və Xabi Alonso dedi ki, mən Höysenin mənə çox ehtiyacım var Höysenə. Çünki hücumlarımı hardasa beyin o meydanın ortasında o çalışmayan beyni Höysendən zamen edir də, belə deyək də, onu bərpa kompensasiya edir və Höysen başladı ki, mən də gözləyirdim ki, Höysendən hücumlar başlayacaq. Başladı Alexis Sanchez'ə top oturmaya. Konkret səhv salmışdı onlar. Gəl vur qaqa. 3 dəfə, 4 dəfə. Tamam, bu nə scoutingdir də, yəni də bildin necə? O ki, sən birinci ötürmədə yaxşı ola bilərsən, amma adam qaça bilmir. Adam sürəti çox aşağıdır. Adam birinci ötürməsindən fiziki göstəriciləri 0. Hələ ki Höysenin hətta mən mövsümün əvvəldə deyirdim, yaxşı mövqe tutması var. Yəni sürətini yaxşı mövqeyə bərpa edə bilir. Qardaş, o da itib. Sürəti də onsuz da yox idi və itdiyi halda sürəti də vəbşə gözə çarpır. Bir dənə ötürməsi var, ötürmə də eləmir zaten uje. Uje demişəm də o futbolun başını buraxıblar. Onun Barsada oynayan maraqlanırdı. Barsada onu nəyə görə istəyirdi ki, sırf olaraq onun ilk pası, yəni oyun qurması doğrudan da möhtəşəm idi. Dalinlər də qəşəng idi və Realda da başlayanda yaxşı başladı. Amma indi konkret Höysen, yəni konkret balondur da elə bil. Yəni mövsümün əvvəlində mənə hamı deyirdi ki, mən tərifləyirdim Höyseni, çox sevirdim. Doğrudan ləzzət edirdi o müdafiəçi mənə. Yəni millidə qəşəng oynayırdı və inanırdım ki, yəni o Realın o boşluğunu doldura biləcək. Amma son oyunlarda konkret Höysen sən nədir? Yəni yoxdur oyunda. Yox, onsuz da yox idi, zədəli idi. İndi qayıtdı, amma yenə də yox kimi bir şeydir yəni. Və plus hardasa yenə pressing istəyirik Xabi. Xabi Alonso da hər mətbuat konfransında deyir ki, mən əsas istəyim odur ki, bunlar pressing eləsinlər. Çünki bunlar buna qadirdir. Pressing edəndə biz nəticə də əldə edəcəyik, gözəl oyun olacaq falan 5 məkan. Prosta boşuna pressing edirlər bir. Və yaxud da hücum xətti ümumiyyətlə pressing eləmir. Pressing eləmir, amma xətt qalxır. Xətti qaldırıb, pressing eləmir və arada boşluqlar. Boşluq, yarım müdafiə ilə arada bunlar qalxıb, yarada boşluqlar yaranmağa başlayır yarım müdafiədə. Normal yarım müdafiədə avtomatik olaraq başlayır. Hücum məsələn pressing eləmir, amma oyunçular gəlir axı üstünə. Gəlir, olar qarşılaya. Qarşılamağa başlayır yarım müdafiə. Halbuki bu proses pilləli şəkildə olur. Pilləli, ay. Və qısacası Barcelona bu pressing pilləli şəkildədir. İlk öncə sən Rafinha, Yamalı falan eşmədən keçməlisən ki,
Pedri tərəfə keçəsən. Onu yaxşı vurğuladın, amma bu mövsüm, yəni bizim pressingimiz ideal deyil. Ötən mövsümki pressinglə nisbətdə bu mövsüm Barsa Çünki sizdə eyni problem var, amma arxa cinahdan, arxalardan. Yəni Sizin o xəttiniz pozulur, bozulur. Ay, sağ ol. Yəni bəli, Real qədər bərbad deyil. Bunu boynumuza alaq. Müdafiə. Yaxşı, Yox, pressing edirəm. Yəni okey, Realda pressing öyrəşmir. Real pressing komandası olmaya baxır. Heç vaxt olmur. Real yığışıb belə dala, yəni arxa blokla oynayıb. Prujin kimi də. Ay, sağ ol. Qəbul edir. Amortizator kimi. Yəni. Belə o çükür qalxır da, yığılır. Ömrü boyu. Qarboşka kimi deyirlər, necə deyirlər. Amma Barsada da o deyil. Barsa ötən mövsüm pressingi, məsələn, Atletico ilə oyunu mən nümunə çəkə bilərəm. Barsa öz evində 2-1 uduzanda, La Liga oyunda ilk dövrə Sorloth deyəsən qollar. Ay, sağ ol. Son dəqiqədə Sorlothun qolu. Biz, yəni belə baxırdıq oyuna. Mən oyundan həzz alırdım. Nədən? Pressingdən. Yəni Atletico kimi komanda, yəni yarım müdafiəçi deməyim ki, Vao'dur. Barrios kimi oyunçusu var, Koke kimi oyunçusu var idi, Gallagher var idi. Ya adamlar 2 pas arda-arda verə bilmirdilər. O qədər ideal pressing olurdu ki, yarım müdafiə ilə kommunikasiya əla idi. Amma bu mövsüm o yoxdur Barsada. Və Real onu eləmək istəyir. Mən demişdim də, Xabi Alonso özün Barsaya oxşadır. Açıq danışaq da bunu. Xabi Alonso Barsa oxşadır ki, o İspanda bu İspan futbolunun ay sağ ol da. Təzə, yəni neo İspan oldu bu ya. Biraz Alman futboluna qarşı. Uyğun deyil də bura. Sən niyə? Çünki Flick də Almaniyadan gəlib. Xabi Alonso da öz böyük karyerasını Almaniyadan başlayıb. Orada isə pressingdə. Orada vəbşi iç yəsi tabır. Almaniya futbolunu aç bax, Leipzig-də belə Heidenheim oyununa adamlar girib bir-birinə fiziki futboldur, İngiltərə. Açıq futbolda. Amma çox açıq futboldur. Yəni orada elə şey heç kim fikirləşmir ki, arxadan olacaq. Və ona görə də handball gedir orada. İndi bu boşluqlar yəni mən uşaqlar yəni okey, Realın qolları haqqında deyiləcək bir şey yoxdur. İkisini də Rodrigo yaratdı. Çətinliklə odur Real. Rodrigo çətinlik odur çünki sistem yoxdur. Yoxdur. Yəni əgər sistem olanda sən hansısa oyunçunu zədələdirsə belə və yaxud da meydanda yoxdursa belə, sən onun yoxluğunu hiss eləmirsən. Çünki yenə də sistem işləyir də. İstər-istəməz B planı var. Vesra sadı kimi. Yəni amma bunlarda sistem yoxdur deyənə, hansısa futbolçu ya zədəli olanda, ya formsuz olanda yəni gördüyün o kartinka var ya, o gördüyün bu mənzərə, o da itib batır. Yəni okey, hücumda Xabi çalışır ki, Mbappe, Rodrigo, Vinicius yerlərini dəyişsinlər ki, rəqib çaşsın biraz. Eynən ötən mövsümdəki kimi. Ancelotti necə Rodrigo düşürdü, Mbappe qalxırdı ora bura belə ziqzaq. Amma yeganə normal pressing edən sadəcə söhbət yalnız pressing PPDA deyilən bir şey var, göstərici var. XG-nin xalası olur da. O düzgün və uğurlu pressing sisteminin göstəricisidir ki, oyunçu nə dərəcədə yaxşı pressing edir. Pressing sayında hamısında yaxşıdır. 20 pressing hərəkəti, 30 pressing hərəkəti oyunda, amma PPDA göstəricisi uğurlu və düzgün vaxtda edilən pressingdə Rodrigo'dur bir də normal. Rodrigo normaldır, Jude Bellingham normaldır, Tchouaméni normaldır, vəsə. Arda pressing edir, amma onun əsas işi də pressing deyil. Vinicius boşuna, prosta divara pressing edir. Qabağına stolba qoyurlar, stolbaya pressing edir. Viniciusun işi məncə Real Madriddə ancaq azarkeşləri qaldırmaq. Hə də belə eləyir ki, qaqa. Yəni niyə də outdan sonra niyə topu qaldırıb belə eləyəsən? Özü şərfə də baxıram şey yazmış. Nənə var, divanda oturur ki. Hə, rəhmətli Ronaldo deyir ki, o Vinicius əslində. Ronaldo deyil. Deyəsən də onu da. Ronaldo'nun aurası var idi, bacarığı var idi. Adam titullar gətirir də kluba da. İndi Vinicius deyəcək. Gətirir. Amma o nə dəxli var? Amma sənin o sifətin yoxdur da onu eləmə göstərməyə. Komanda az geçlərə. Qardaşım eləyə bilər ya onu. Bilmirəm indi razı olacaqsınız mənlə yoxsa yox. Orada pis bir şey yoxdur. Amma sən yox, heç kimsən olmağa da qalsa, sən Sevilla ilə oynayırsan, belə dramatik bir oyun da deyil, ölüm itim oyunu da deyil. Yəni niyə belə artistlik eləyəsən? Desəm ki, El Clasico'dur, nə bilim, ya da Çempionlar Liqasının yarımfinal oyunu ki, yəni azarkeşin səsi lazımdır ki, sən həvəsə gələsən, motivasiya alasan, onda başa düşərəm. Okey. Bunu Sevilla ilə oynayırsan, heç bir belə mənası yoxdur. Udmalısan bu oyunu, rahatlıqla udmalısan özdə. Hə sən qaza gətirirsən, amma ortada özün də heç nə eləmirsən. Ya qaza gətirir, sonra nə olur? Bax qaza gətirir, yersiz şəkildə. Onsuz da vaxtında eləmir onu. Sonra gedir 2 nəfərin üstündə top itirir. İşte mən onu deyirəm. Ronaldo onu qaza gətirən. Birincisi vaxtında eləyirdi, nə vaxt eləyirdi? Ya fita basırdı da eləyirdi. Davay da eşitdim sizi. Ya da ki məsəl üçün Santiago sönmüşdü, amma komanda ruhla lazımi məqamda. Üstündə gedirdi, 3 nəfərə keçirdi, gol da vururdu ya da assist eləyirdi. Bu biraz onu edir, 2 dəqiqədən sonra yıxılır. Artistizm, yəni. O göstərdiyi hər şey itir. Çünki çox komik görünür. Gəl yaxşı şeydən danışaq məncə. Sevilla Real oyunundan. Yəni hakim qərarları səncə nəsə belə hakim qərarları haqqında danışanda istər-istəməz qollardan danışmaq istəyirəm. Nəyə görə? Çünki
ilk gol elə cərimə zərbəsindən sonra gəldi. Rodrigo qazandı. Rodrigo qazandı. asistlədi. Markao tam olaraq açıq şəkildə iki ayağı ilə girdi Rodrigoya. Hakim hansısa planetdə, hansısa kainatda fikirləşdi ki, bu sarı vərəqədir və Markaoya sarı vərəqə verdi. Qırmızı vermədi. Hə, qırmızı vermədi. Amma okey, mən başa düşürəm. 30 dəqiqə sonra Markao öz qırmızısını aldı. Markao ümumiyyətlə meydana pisə nəyə çıxmışdı? Səni itəliyim, yerə yıxım, onu itəliyim, onun ayağından vurum. Yəni bunun üçün çıxmışdı. Mən açıq deyəcəm, Ülvi də şahiddir. Mən həmin oyunda yatmışdım. Benzin o qədər idi ki, Real'la Sevilla oyunda mən yatmışdım da. Doğrudan da maraqsız gəlirdi oyun mənə. Mən hələ epizodda dəqiq baxmamışam, yəni highlights-a baxmışam. İndi mən də xəbərim olmadı. Mənə dedilər ki, Rodrigo qırmızı almalıydı, amma orada birinci Markao qırmızı alsaydı, Rodrigo'nun qırmızısı artıq olmayacaqdı. Rodrigo'nun da qırmızısı var idi. Nə mənada bir simulyasiya. Sonra Markao'nu yıxdı. Amma Markao həmin məqamda artıq meydanda olmalı deyil. Hakim dedi ki, qardaş, mən burada Sevilla'ya kömək elədim. Ona qırmızı vermədim. Məncə o qərarını deyəcək ki, mən zor elədim, sarı verdim. Bilmirəm də, daha çünki dediyim ardıcılıq yoxdur da. Çünki La Liqada ardıcıl qərarlarda bir gün çərçivəsində stabillik yoxdur. Davamlılıq yoxdur. Məsələn, Barsada olur o, onu sabah Real'a eləmir. Real'da olur, onu Barsaya eləmir. İndi Barsada da məsələn orada şübhəli məqamlar var, sual doğrası. Onu müzakirə edəcəyik. Onu eləyəcək müzakirə. Penal haqqında, penal mövzusu barədə ən çox problem, ən çox fikir toplayan klub Real Madriddir və Real Madridin üstündə belə bir qara bulud olduğu təqdirdə hansısa bir dünya şöhrətli futbolçunu süngərsən. Hə, simulyasiya bir də bir fikir verdinsə, sənin sözünə tamamilə razıyam. Bax, iki günü gördük. Penalti gördük və qırmızı vərəq gördük də hər iki komandanın rəqiblərində. Hər iki qıranda. Amma bunu Real cəhətdən necə müzakirə edirdilər? Penal hesabına qırmızı, amma Barcelona bunu deyən olmadı. Bir sən nəyə görə? Çünki Barcelona futbol oynayır. Normal. Ay, sağ ol. Amma Real başda futbol oynamır. Qəşəng. Qaşan. O baba çox yox, futbol ləşə kimi bir şey yox. İndi hal-hazırda əgər Real bildiyimiz dominant futbol göstərsəydi, cəmaatın ağlı olacaqdı. Yəni sən getib, yəni nə ağılla Mbappé'nin penallarını sayırsan, Mbappé hal-hazırda dekabrın ortalarındayıq da, axırlarına doğru gedirik də. 40 gol plus asist deyib. 40 gol plus asist yığmada və klubda. Yəni sən onu oturub 7-8 dənə penallarını sayarsansa, onda sən prosta bildiyin, yəni səncə bu adam olmasa da alt olsaydı belə yenə onu eləyəcəydin də. Yəni sənin məqsədin oyunçunu pisləməkdirsə, qardaş o oyunçu 100 dənə gol vursa da, sən onu pisləyəcəksən. Yəni Mbappé bu dəqiqə Real Madriddə pislənilməsi ən axırıncı oyuncudur, heç olmamalıdır. Mən bunu bütün xeyterlərə deyirəm. Yəni Mbappé yəni ürəkdir burası. Yəni Mbappé Kurtuğa da qəşəng. Biz şu an qarşıya qurban olmalıyıq bura. Yox, daha müzakirə edəcəyin də ikinci qolda da heç nə. Rodrigo tərtəmiz penalti qazandı. Ondan sonra bir dənə də penalti verdilər, amma sonra vara baxdı. Düzgün də bunu. Yox, xəttə yox, düzgün olaraq. Top oynamışdı bencə. Hə, tərtəmiz o epizod idi. Ləğv elədi Sevilla qapısına penal. Elə bildim ki, Mbappé 2 dəqiqə 2 penal şotunda Ronaldonun rekordunu qıracaq. Mbappé biabırçı vəziyyətdə idi həmin oyun. Elə bir ki, içkili gəlmişdi. Yaşa Staliçlə basmışdı az gündə, gəlmişdi günə. Navagoyun atmosferada brat. Bir də Kurtuğanı qeyd etməliyik. Bütün o dialoqumuzun əvvəldə dediyimiz məqamlar, boşluqlar, Höysünün səhvləri hamısını bərpa edən. Niyə 2-0 utduq? Çünki Kurtuğa. Yəni deyiləcək. Amma Sevilla biraz daha ayıq olsaydı, biraz daha Sanchez'in ayağı az sürüşsəydi. Doğrudan siz Polya nə olub qardaşım? Mən başa düşmürəm bunu. Siz Santiago nə olub? Oran nə edirlər bura? O qalxıb düşür Polya. Su yığılır. Belə əyin suları tökülsün də belə. Qazı tərliyir də bura, tərliyir. Elə bir onlar adamın qabıq çibiblər orada bura. Bura adam nə qədər sürüşür ola. O qədər. Özdə fikrim sən çox vaxt Real'ın üçün sürüşürdü. Amma bu dəfə nə qədər sürüşdü. O sürüşməsəydi nağdı bir iki dənə qolu var idi adamın. 2-0 və 2 həftə bundan qabaq deyirlər ki, güya ki bu 3 oyun həll edicidir. Xəbər olsa işte. Üzr istəmli təzə tema çıxıb ki, Superkubok. Hə, Superkubok udmalıdır ki, davam eləsin oyuna. Amma bu yaxınlarda AES və Markada, ya Marka idi, ya AES idi, fərqi yoxdur indi aralarında. Bu arada bir çoxusu onlara deyirlər ki, bu, yəni nəşr elədilər ki, Perezin təbliğat elədiyi qəzetlərdir. Tamamilə razı deyirəm. Onlar sifayişlə işləyən qəzetlərdir. Perez olsun, Laporte olsun, kimi sifayiş olursa olsun qəbul edirlər. Çünki Markanın və AES-in indi araşdırsa da, indi izləyicilər bir çox məqalə var ki, Real'ı pisləyir. Bildiyin oyununu gözdən pərdə salmış. Perezə qədər pisləyir. Yəni Perezin altında ola bilən bir nəşr bunu paylaşır. Amma sifayiş qəbul edir də. Nəsə yazdırmaq lazımsa, brat. 10 manat kartına bir də mənim səhifəmi reklam edir. Səs vermə olub izləyicilər. Orada arası 120 bin izləyici olub, nəsə də, indi madridist olub. 72%-i
hesab edirlər ki, problem Alonso'da deyil. 68% Madridist də fikirləşir ki, Alonso ən azı mövsümün sonuna qalmalıdır və 80 neçə faiz fikirləşir ki, Vinicius'u satmaq lazımdır. Vinicius'u isə niyə satmaq lazımdır? Gəl birinci Barcelona Villarreal maçını danışaq. Ondan sonra keçərik. Məncə Villarreal Barcelona danışası çox şey yoxdur. Nə mənada yoxdur? Bəli, burada biraz qaranlıq epizodlar oldu. Nəyə görə qaranlıq deyirəm buna? Çünki məsələn Barcelona rəqibi Villarreal'ın oyunçusu Vega qırmızı vərəq aldı və həmin ona oxşar epizod La Liga'nın ilk turlarında da olmuşdu. Rafinha'nın Mallorca ilə oyunda o hansı oyunçusuna elə bir faulu var idi. İndi bəzi azarkeşlər onun reelslərdən biz görürük, editlərdən görürük ki, bunu yapışdırırlar ki, Rafinha orada qırmızı almadı. Okey, mən razıyam. Mən bunu boynuma alacağam. Yəni Rafinha epizodu belə həmin Mallorca ilə oyunda qırmızı vərəqə olmalıydı. Mən bunu razıyam. Amma yenə də belə deyim, biz bunu tam əvvəllərdən görmüşük ki, məsələn Real Madrid və Barçanın bəzi oyunçuları var ki, status olaraq digər oyunçulardan tam başqa bir yerdə olurlar. Yəni onlara hakimlər tərəfindən hardasa güzəştlər olunur. Yəni Rafinha ilə məsələn Vega'nın hörməti bir deyil. İndi məsələn burada hamı qayıdıb deyə bilər ki, başa düşmədim, nə dəxli var? Vega bəyəm göbələk zatdır və yaxud hansısa başqa bir oyunçu. Məsələn o qədər olub ki, Ronaldo, Messi öz dövrlərində hakimə qarşı etiraz ediblər, hakimə qarşı əlinlə də danışıblar, yəni sərt də danışıblar, yəni qarşılığında heç nə görməyiblər. Amma onun Premier League-də Lampard'a qarşı United Chelsea oyununda çox məşhur bir kadrdır, ona görə müdaxilə edim. Sarısı olduğu təqdirdə çox pis vəziyyətdə girir Lampard'ın ayağına. Lampard'dan üzr istəyir, hala kimə belə edir ki, başa düşür. O başa... Yəni mən demirəm ha belə ayrı seçkilik olmalıdır yoxsa yox. Bu ayrı seçkilik deyil. Sadəcə olaraq bəzən böyük klublara üslubqa olunur belə yerlərdə. Amma sırf Vegan epizodunda onun məqsədi top deyildi. Onun məqsədi sırf olaraq zədə yetirmək idi ki, yəni oyunçu arxadan zərbə vursun. Amma bəzi mənbələr dedi ki, Reala bağlı mənbələr deyildi, birini deyərsiniz. Bir ayağı yerdə idi deyənə, belə idi. Bir ayağı açıq idi deyənə, o sarıdır. Amma mən tamamilə razıyam ki, yəni konkret povod verdi hakimə ki, qırmızı çox aqressiv girdi. Çox aqressiv girdi. Yəni sürətlə ayaq sındıra bilərdi o. Yəni ayaq. Həmin epizod ötən mövsüm olmuşdu. Sevilla Barça oyununda, səfərdə Barça Fermin həmin epizodu eləmişdi və qırmızı almışdı. Onun epizodu daha biraz yumşaq idi, nəinki Vegan epizodu. Orada qırmızı deyildi, bunu danışmışdıq nəysə. Hansı Fermin epizodu? Qırmızı deyildi. Mən də görə qırmızı deyildi, amma yəni onu vermək olar çünki qayıtsa elədi, arxadan riskli idi ki, topuğundan qıra bilərsən. Qayıtçı idi o. Amma yəni nağıl idi. Yəni burada məqsəd sırası top deyil. Daşı mən bir sən harda istədim. Yamal belə əli ilə vurub, o ağır idi deyən, Liş bu ayağını çəksin. Ya o bizə necə şübhələ gəldi? Çünki həmin epizoddan 3 dəqiqə və yaxud 5 dəqiqə öncə Rafinha sol cinahda Kamesanya idi, kimin adı yadımdan çıxdı oyunçunun. Onu mışqa eləmişdi orada. Yəni ikisinin üçün atdı çıxdı, Mecdunaq atdı çıxdı. Yəni aqressiya var idi da. Yəni avtomatik olaraq hiss olunur ki, yəni əvəzin çıxmaq üçün. Yəni bu heç kim tərəfindən sübut oluna bilməz əlbəttə ki, amma yəni məntiqlə bu belə görsün. Amma bu bizim verilişli subyektiv danışıq üsuludur. Subyektiv. Belədir, verilməli idi. Yəni sözüm ondadır ki, dostlar, bilməm, Abdullah razılaşar mənim fikrimdən yoxsa yox. Burada Real Madrid Barça problemi deyil. Yəni bu sabah Real Madriddə də ola bilər. Məsələn, ötən mövsüm Espanyol Real Madrid oyununda Espanyol qalib gəldi 1-0 hesabı ilə və həmin oyunda qol vuran oyunçu əslində birinci hissədə meydandan qovulmalı idi. İki ayağla Mbappé'nin ayağına girdi. Yəni bu haqqda daha mən özüm belə danışmışdım. Mənə Barça azarkeşləri deyirdi bəziləri ki, Fuad, sən niyə Real azarkeşsənsən, sən niyə onu danışırsan? Qardaş, haqqında bəzən danışmaq lazımdır, o başqa məsələ. Yəni bu olur və olacaq. Bundan qaça bilmərik. Yəni yenə də deyirik, bu Abdullah hocam bu məlumatı vermişdi. Təsəvvür edin ki, qarşıdan, yəni artıq aylar qalıb da, 6 ay qalıb. Dünya çempionatı gəlir. Yəni futbol cəmiyyətinin ən böyük bir çempionatıdır. Yəni orada İspan hakimi olmayacaq. Yəni bu artıq hər şeyə işarədir bu. Burada Real Barça məsələsi deyil. FIFA möhtəşəm göstərici deyil öz qərarlarını. Amma biz təmiz futboldan danışsaq bəllidir. Yəni bu artıq bir nüans olaraq bir açar sözdür ki, yəni qardaş bunlara güvən yoxdur. Yəni onlar bu gün bu qərarı verirsə, sabah verməyəcəklər. Ardıcıllıq göstərməyəcəklər və bir çox adam dünya çempionatının necə də möhtəşəm təşkil olunması, arada olan oyunların müzakirəsinin yerinə başlayıb danışmağa hakimlərdən. Bu isə La Ligaya lazımdır. Dünya çempionatına lazımdır. Sən bu hakim söhbətini boş ver. İlk 30 dəqiqə çox əla idi oyunda. Barça. Hə, ikisində yəni
bir də bildiyin dinamik futbol. Çox dinamik futbol. Yəni mənə görə hal-hazırda Villarreal İspaniyada ən dinamik futbol oynayan komandalardan biridir. Məncə də bəlkə birincisidir. Həm müdafiədən çıxmaqlarına görə. Bir həddə qədər elə bildi. Yəni o dəqiqə bacardığı qədər. 30-cu dəqiqədən sonra 40-cı dəqiqədən sonra artıq çökdülər, həm də qırmızı vərəq aldılar. İndi demirəm qırmızı vərəqə bəlkə olmasaydı tam başqa bir şeylər baş verərdi. Yəni amma qırmızı vərəq olmasaydı məncə Barsa daha rahat oynayardı. Nə məndə rahat? Daha belə köklü oynayardı. Köklələr də oyna. Məncə qırmızı vərəqədən sonra Barsa oyunçuları elə bilirlər ki, əfsədə aparacaq bu oyunu. Amma yenə də o boşluqlar var. Müdafiə haqqında yəni danışmağın artıq mənası yoxdur. Yəni nəyə görə mənası yoxdur? Çünki hər oyun eyni şey. 11 nəfərlik Villarreal sıxa bilərdi. 10 11 nəfərlə sıxırdı. Ya sıxır da bu bir səncə. Qardaşım Juan Juan Garcia yəni içinə Kurtuva girmişdi. Yəni ümumiyyətlə bu tur qapıçılar hoqqa verdi hər iki komanda da. Juan Garcia nə qədər top çıxartdı bura. Gördüm. Ölü toplar çıxartdı. Bəli, onun bir neçəsi ofsaytdan idi, razıyam. Amma orada bunu deyə bilməzsən. Orada bunu deyə bilməzsən. Verdi də. Yəni bu adam öz klassını göstərdi. Və axır ki, şükürlər olsun ki, mən şükür etmək istəyirəm ki, bizim də top səviyyəli qapıçımız ola bilər deyə bilərəm. Amma hələ bunu tam demirəm. Çünki hələ hər şey zamanla bəlli olacaq. Çünki Ter Stegen də gələndə birinci, ikinci mövsümü qəşəng oynadı, yəni özünü göstərdi. Amma sonra yavaş-yavaş Ter Stegen indi nə olacaq onun? Ter Stegen heç cındır zadaq. Yəni Ter Stegen burada Super Kubokda oynayacaq, bir də Kubok oyunlarında oynayacaq. Qalacaq Barcelona. Yəni qalacaq özü üçün pis eləyir yəni. Yəni adam yəni dünya çempionatına getməyə bilər. Bədbəxt bu dünya çempionatına heç bir nömrə kimi getmir. Ay, yəni o adam yayda Polnu Milana gedə bilərdi. O adam yayda Polnu Galatasaray yox, Galatasaray yaraşdırmıram ona mən, amma yəni okey də, yəni variant olmursa niyə də yox da. Edersondan sonra uje getməzdi. Hətta AS olan ən azından praktikası olsun deyə, dünya çempionatında əsas qapıçı olsun deyə gedə bilərdi. Amma hal-hazırki vəziyyətlə sən Almaniya millisinin əsas qapıçısı ola bilməyəcəksən. Olmayacaq. 100% olmayacaq. Kim oynadı? Neuer çağıracaqlar məcbur. 6 ay bir oynamayan qapıçı. Yəni sənə o zaten ən yaxşı mövsümlərdən oyun altında qalır. Amma problem odur. Sən artıq oynamalısan ki, səni komandaya çağırsınlar. Milliyə nəsə verə biləsən. Sən millidə uzaq başa gəlib Skameykanı qızdıra bilərsən hal-hazırda. Yəni Neuer 39-40 yaşından gəlib oyacaq. Endrik gördün necə tribun? Endrik getdi promo 100 milyona. Yo, son oyunda gördün necə 3 dəqiqə qız. O da ortamda Allah. Mən nəysə. Nəysə. Amma qəşəng oynadı Barsa. Yəni pis oynamadı. Müdafiədə zəifçiliyiniz görsənir, amma hücumda çox böyük kompetensiya. Mən müdafiə haqqında nə danışım? Yəni bunun artıq sən necə? Yəni bu sadə bir şeyə çevrilib. Artıq bizi təəccübləndirmir müdafiədəki boşluq. Yox, sizin prosta hücumdakı klassınız. Kompensasiya. Demirəm oyunçu klası. Yəni amma hücumdakı o bitiricilik, yəni bitiricilik və hər hücumda çalışırsınız ki, gol vurası, bu hiss olunur. Bu sizin müdafiədə olan problemlərinizi çox bərpa edir. Realdan bərpa eləmir. Çünki Realda bərpa eləyən bir Kurtuvadır, bir Mbappedir. Mən demişdim onsuz da bizim yarım müdafiədə problemlərimiz var. Yəni nəyə görə? Beyin yoxdur da komandada. 100%. Amma hücumda da, amma statistikaya baxanda biz çox top ötürürük hücuma. Hücum da yekunda bir şeyə gəlib çıxmır. Ya cəmi meydançası boş qalır, ya yekun zərbə vuran yoxdur, ötürmə eləyir. Valverde ayağı qırılır demək olar. Yəni belə də yəni Valverde bu mövsüm qolu yoxdur deyəsən. Qolu yoxdur. Amma ötən mövsüm biraz var idi, amma ondan qabaqki çox. Yəni vaxt var idi ki, Ancelotti ona tas qoyurdu. Yəni mövsüm ərzində bu qədər qol atmalısan. Tasla oynayırdı. Yaxşı, hər iki komanda qalib gəldi. Burada müzakirə olunacaq hər şey bir şey yoxdur. Yeganə müzakirə olunacaq bir şey odur ki, Villarreal öz təxirə salınmış oyununu utsa, 2 oyunu. 2 oyun, yox, 2 oyundan birini utdu da. Yox qardaşım, 2 oyunu var. 16 oyun oynayıb Villarreal. Birini təxirə saldılar. Onlarda nəsə deyəsən hava şəraiti, bir də vəbşi prosta bizdə az oynayır. Hamıd kimi. İndi amma o 2 oyunu salar Real çatında Atletico'ya çatırlar. Atletico'ya keçirlər. Və o 18 azarkeş Atletico'ya geçdi. 18 azarkeş deyəcək qardaş. Orada bir kişilər söylədilər, yenə orada Villarreal'la çaqqalaşın üçüncü yerə görə. Yaxşı, gəl qısaca iki vacib məqamımız var ki, edək. Dostum, mən Vinicius'u söymək istəyirəm çoxdan. Sən söy dincəl, biz də görək. Gəlib axırda Bayırda da çatdım da, Bayırda da. Mən gecələr yatamıram. Bütün verilişlərdə, indiyə qədər YouTube'da çəkildiyim bütün Luboy YouTube kanalı adı ilə, veriliş adı ilə hamısında Vinicius söyürdüm. Fərqli formalarda, fərqli səbəblərdən. İndi ilk dəfə Bayır podkastda da söyləyəcəm. Mənim üçün Bayır podkastı debütdur. Çünki baxma da, sənin auditoriyan sənə görə baxır bu videolara, mənim auditoriyam indi mənə görə baxır bu videolara, bizim fan klub, sizin fan klub. Qarşılıqlı da bəli. Amma indi belə deyək, auditoriyanın yarısı sənə bağlı bir adam kütlədirsə, ona bilmirəm mən Vinicius'u söyürəm, yoxsa sevirəm, yoxsa söyürəm. Biləcəksiniz dostlar, səbir olun. Vinicius
Prosta fikirləşin də. Qulağımı bağlayım. Yox, söyüşsüz brat. Qoysun, amma söyüşdü elə bir şey söyləyəcək. Qabil ki başladı. Sənin. Oyunun 1 dəqiqəsidir. Sevilla ilə maçın. Ay, yatmışdım. Vinicius tribunaları deyir ki, tribuna başlayıb fitə basmağa. Birinci dəqiqədə. 1 dəqiqə Viniciusa iminə. Bu deyir ki, mən neynədim? Axı, olur Vinicius sifəti. Mən neynədim? Mən nağardım. 1 dəqiqədə. Mən prosta meydana çıxmışam da. Öz kapitan sarğısında. Ay Allah. Nəysə. O qaqaş var, deyir, mən evdə televizor izliyorum. Mənim suçum nə? Neynədin ki Vinicius? Niyə görə Vinicius 1 dəqiqədə söyəsən? Özdə Bernabeu-da. Hansısa ilə Alaves səfərində yox ha. Ya da ki Valencia səfərində yox. Bernabeu niyə fitə basır? Axır ki Real Madrid azarkeşləri də haqq yoluna gəldi. Təbrik edirəm. Qardaşım, 17 oyundur ki gol vurmursan, şərəfsiz. 17 oyundur ki gol vurmursan. Real formasında çıxış edirsən, start heyətdə oynayırsan. Ronaldo ilə Raul'u qoydum qırağa. Azar və Mariano kimi adamların rol nömrəsindən çeyirmirsən. Utanmırsan sən, hələ 1 dəqiqə deyirsən ki, o mənə niyə fitə basırsınız? Ay, bu oyunçu, mən heç vaxt demirdim onu və hələ də o fikirdə qalıram ki, bu oyunçu getməməlidir klubdan. Mən ümumiyyətlə mən istəmirəm ki, normalini beyin gəlmədən kluba qayıtmaqda hücumçular getsin. Mən onlara bu beynin yanında görmək istəyirəm də. Okay. Amma əgər bu realda olan bir çox problem var, bu problemlərdən biri mənəvi problemdir də. Oyunçular nədənsə narazıdır. Son vaxtlarda bu söz-söhbətlər yekunlaşıb, amma yenə bunun birinci dəfədə başlayan Vinicius idi El Clasico'da. İndi bu biraz aralar sakitləşib, yenə bunu başlayan Vinicius'dur. Və əgər yekunda bəlli olsa ki, geçdiniz yaxşı mənbələrdən, kimlərdən, kimsə sözündən, məşqçisindən, oyuncusunun sözündən artıq azarkeşdə tutacaq da temanı da. Əgər bəlli olsa ki, bu zizibin axırının altında Vinicius yatır. Aha. Bas bayrağı. Bu klubudan bas bayrağı. Hal-hazırda Vinicius beyinsiz Real'ın simvoludur. Hal-hazırda Real'ın beyni yoxdur. Aha. Okay. Ona görə də Real'ın oyunu yoxdur. Real oyunçularının individual bacarığı əsasında nəticə qazanmağa çalışır. Məncə Vinicius getməməlidir, bura. Tamam gəlir Real'ın oyunu. Niyə? Baxıram, mən istəyirəm ki, Brat maskot kimi yaxşı istifadə edə bilərsən onu. amma o ki indi fizika çoxdur, beyin az da Real'da. Bax 24-də Kroos karyerasını yekunlaşdırdı, onun yerinə Mbappé ilə Endrick gəldi. Məntiqsizdir. Bəli. Fərqli bir-birinə bağlayan məqamlar deyil. Bu ayrı iki prosesdir də. Bu getdi, bu gəldi. 25-də bir dənə də beyni bitirdi, Modric də getdi. Getdi Milana axıra kimi oynamaqda, karyerasını yekunlaşdırmağa. Onun əvəzinə problemi müdafiəçilərin çatmırdı. Müdafiəçi aldın, Astantonu aldın, amma beyin almadın. İndi bunlara gəlib çatıb ki, mənbələr oxuyur da son 1-2 gündə. Bizə beyin lazımdır. Bizə beyin lazımdır. Gəlin ya oturacaqlar beyin almağa. Okey, alsınlar canları sağ olsun. Bunu olsun adi azarkeşlər, Azərbaycanda oturan gədə bunu 2 il buna qabaq deyildisə, sən də gəlib indi buna çatırsansa, deməli sənin klubunda scouting sistemin həqiqətən bərbad vəziyyətdədir də. Ki sən əgər Kroos gedəndən sonra batırırsan mövsümü, Modric gedəndən sonra hər də bu şans, gol epizodu yaratmaq cəhətdən yenə batırırsansa, yəni 2 il dalbadal batıra, sonra ağlıma gəlirsə ki, mənə beyin lazımdır. Deməli, səndə problem var. Sistemini dəyişin, brat. Ya, bu ötən mövsüm ona işarə verdi də, hamısın. Yox, daha uşaq işarə yox, bütün o znaklar göstərir ki, qardaş, amma sözümün canı ondan ibarət deyil. Gördünüz, Vinicius beyin olmayan da meydanda nə vəziyyətdədir? 25-ci il ərzində 24-cü ilin Ballon d'Or namizədi 13 gol vurub. 13. İl ərzində 13 gol vurub. Klub plus milli. Adam 60 oyunda oynayıb il ərzində 13. Mən başa düşürəm, Vinicius zaten bombardier deyildi heç vaxt. Okay. Mən başa düşürəm ki, o Benzema'nın yanında daha çox asistent rolunu oynayırdı. Daha çox gol sayına görə yox, keyfiyyətinə görə seçilirdi ki, hansı oyunlarda gol. Qaydalı əmsalı yüksək idi. Amma hansı oyunlarda vurub bunu? Qardaş, ya yanında keçən dəfə demişdim, ya yanında Benzema olub, onu göstər. Ya Kroos olub. Beyinsiz Vinicius, yanında beyin olmayan Vinicius nəyə qadirdir? Biz 25-ci ildə gördük. Bir oyuncu kimi hələ ki. Mən başa düşürəm, bəzi adamlar şeylərdə, elə bəlkə də real geçdə, deyəcək ki, ay sən yadından çıxdı 22-ci il, ay sən yadından çıxdı 24-cü il ki, yaxşı oyundu həmin mövsüm. Ona qəşəng argumentin var, deyərəm. Mövsümdə yaxşı oyundu, onsuz da bəllidir. Sadəcə, qardaş, Bale də mənə çox şey verib. Nice. Amma Bale gedəndə və onu bəzi mənfi məqamlar olanda, o nə bilim golfu, ölkəsini okey, golfu və futbolda kənar bəzi şeyləri Madriddən üstün qoyanda, əgər mən Bale-ı söyə bilirdimsə, Vinicius'u mən dünəndən söyərəm. Çünki Bale Vinicius'dan fərqli olaraq o qədər aslı oyuncu değildi. Bale Wales millisini Avropa çempionatının yarı finala çıxardırdı.
Braziliyada qol vura bilmir adam. Vinicius Braziliya formasını daşıyır. O, yəni bilirsən necə, xüsusi bir formada Braziliya. Lamine Yamal'la daha çox qolu var millidə. Bonitodur da bu. Yəni futbol bir çox adam niyə görə Ronaldinho'ya görə başlayır futbola baxmağa? Braziliya millisi 2002-ci il. Çünki bu futbolun özüdür. Bir çox adam ona öyrəşir. Və sən o millidə oynayırsan, adam Velsini gəlib daşıyırdı. Sən Braziliyanın bir zibilini daşıya bilmirsən. Sən maksimum orada, nə bilim, Pakistanın zibillərini axşam daşıya bilərsən. Və bu adamı mənə gəlib üstün qoyurlar bir neçədən şəxsdən. Onu Mbappe ilə müqayisə eləməyin xahiş edirəm. Qardaşım, onun bir sənə problemi var. Mbappe'nin bir sənə günahı var. Vaxtında Reala gəlmədi. Aysə, gec gəldi. Və indi vaxtda Reala gəlmədi deyənə, elə bir vaxtda gəldi ki, komandada yarımdafiəçi problemi var, epizod yaratma problemi var. Düşdü bu məqama və bir çox adam deyir ki, bu klubun bu vəziyyətə düşməsinin səbəbkarı Mbappe'dir. Arkadaş, Mbappe 2018-ci ildə arxasında normal yarımdafiədə olanda 18 yaşında dünya çempionatında nümayiş etdirdi, nə bacarır. 22-ci ildə arxasında biraz yarada bilən Rabiot, Kante və digər oyuncular olanda nə edə bilər tək başına? O göstərdi. Finala qədər daşıdı. Halbuki o Fransa millisi o qədər da stabil milli deyildi. 18-ə kimi deyil. 18-də kimi deyil. Bu Mbappe PSG-də görməyib normal yanında. Qardaşım, son ilində gördü də Vitinyanı palanda o. Yana stabil futbol oynayır adam. Vitinyanı o son ildə gördü və bəlkə də o qalsaydı Fransada, bəlkə də o Çempionlar Liqasını qazanacaqdı. Onu heç kim bilmir. Sadəcə onun günahı ondan ibarətdir ki, Vinicius'un bəxti də odur ki, Vinicius hələ ki qocalar getməmişdi. Hələ nəsə yeni istəyirlər. Hələ qoca beyinlər qalmışdı. O vaxtda düşdü. Vinicius'un bəxti odur. Bir də Vinicius'un bəxti Carlo Ancelotti. Onun dilini tapmışdı. Vinicius bütün baş məşqçilər altında batırırdı. Amma onda bilim deyim ki, yəni Florentino Perez çox sevir ha Vinicius. Florentino Perez çox sevir Vinicius, amma Florentino Perez hörməti böyüdür. Çox sevir. Bilirəm, amma yox, Vinicius'un ona olan o kredit davər edirlər də. Vinicius'a o kredit davər etsə dəhşət çoxdur. Mən elə belə demədim ki, AES-də ya da markada səs vermə keçirildi. Və hamımız bilir ki, azərkeşlərin səsi nə mənada? Əməli başda səvləşib bu Allah, onu belə bilmirdim. Kütlənin faiz nisbətində nə dərəcədə hansı yönləndə gedirsə, Perezə bu vacibdir. Bilmək istəyir kütlə nə fikirləşir. Çünki o daimi qalmalıdır da, öz postunda, öz aktuallığı ilə qalmalıdır. Elə belə bu markada AES-də Vinicius klubda qalmalıdır, yoxsa getməlidir. Yəni bir işarə atır da. İşarə atır. Plus iyi xəbər olsun məsələsi eyni vaxtda çıxır. Mən gözləyirəm ki, məntiqən Vinicius gedəcək. Və Mbappe sola. Əgər vəziyyət oradan-buradan stabil olsa, biraz olmasa, xəbər qalacaq. Okey, mən gələcəkdə görmək istəyirəm həqiqətən Vinicius'uz komandanı. Əgər bu mənəvi problemlərin altında Vinicius oturubsa, oyun qutarır, Qaqam 83-də əvəz ediblər deyəndə, Sevilla ilə oyunda əvəz ediblər deyənə, çıxıb Instagramda post paylaşır, 3 nöqtə qoyur, çox dərin mənalı post, 17 oyun qol vurmur ha, amma postu qoymağa səbəb tapıb. Nəyə görə? Çünki heç kim onu müzakirə etmir axı. Qol vurmur da adam da. Yəni gözə dəymir də. Yarına yatda qalmaq istəyir. Və Real formasında şəklin profilini dəyişir Braziliya forması. Bas bayrağa qaqaş, bas bayrağa. Əgər sən bundan seçilmək istəyirsənsə bu illərdə və 26-cı ildə, 26-cı ildə sən yenə də komandanı işdən dağıdacaqsansa, mən səni bu komandada görmək istəyirəm. Bir azarkeş kimi. Bir hüququm var azarkeş kimi söyləməyə. Qardaş, şəxsən mən öz adımdan danışıram. Siz şəhərlərdə Real azarkeş olasınız, Barsa azarkeş olasınız. Fikirlərinizi bildirəcəksiniz sözsüz. Gələk mən də Ferran haqqında belə danışım. Amma Real azarkeşləri çox güman ki, bəziləri deyəcək ki, bəs haqq qazandıracaq Vinicius'a, qazandırın uşaqlar. Mən sizin adınızdan hamınız kütlə adına burada çıxış eləmirəm ki, mən öz adımdan çıxış eləyəm. İstəmirəm Vinicius kimi adamları mən öz klubumda. Qardaşım, sən bayaq gözəl ümid edirəm ki, olmaz. Sən ürəyi boşaltdın, yoxsa var deyəcəklər. Amma bilirəm ki, ürəyin doludur. Bir saatda danışardım amma da. Yox, bayaq onu bir dənə çox gözəl vurğuladı ki, yəni bizim azarkeşlərdə bizə nə problem var? Nəinki bizim azarkeşlərdə, ümumiyyətlə bütün dünyada bu problem var ki, belə çox belə romantikləşdirirlər futbolçuları və onlara olan münasibəti. O 95-də bizə ay sağ ol. Avot qardaşım qazandırıb da başıma dönüm. Okay, indi bunun əməyin aşağılamaq olmaz. Və tutaq ki, Ter Stegen məsələn zədə aldı, adam oynamadan neçə aylar və onun indi bu dəqiqə wow performans göstərməyin biz heç kimdən ondan gözləmirik və olması belə normal deyil. Amma məsələn Vinicius'un da başına elə bir şey gəlsəydi, bu uğurlardan sonra hansısa bir belə pis bir hadisə yaşasaydı və ondan sonra oyununda düşüş olsaydı, sən bu sözləri əlbəttə ki, burada deməzdin. Yəni bilərdin ki, hardasa ona bir güzəştə getmək lazımdır. Amma sən qazandırmısan. Bunlar keçmişdə qalıb. Sən bu demək deyil ki, qazandırmışam, amma zordur, brat. Elədim mən 2 il.
Şödə ağıllı ol, indi siz eləyin. Sən bundan daha yaxşısını eləməlisən. O bir motivasiya olaraq futbolçuya onsuz da eləməlidir özü üçün. O ay Sadəcə mənim belə adamlarla dialoqum çox qısadır. O real azarkeşlər var ki, hansı ki demirəm, ha pissiz, yaxşısınız. Sizin sadəcə öz fikriniz var. Deyirlər ki, ay Vinicius-u söyləməyin. O öz vaxtında mənə 22-ci ildə qardaş, mən necə ki 22-də, 24-də Vinicius-u tərifləyirdimsə, indi də o dərəcədə söyürəm. Mən o vaxt onu söyləməmişəm ki. Yox, sən sənə deyirsən. Kim indi mənə Sənə deyirlər sən yaxşı günün azarkeşsən. yaxşı gün azarkeş deyiləm. Mən Mən sənə. o klub azarkeşiyəm ki, əgər oyunçu trip atırsa, Ay ki, sağ ol, o bas var, bayrağı. mənə uğuru verir. O bilirsən necə, uğur verib də trip atmaq okeydir. Amma sən bir zibili oynamayıb trip atırsansa, Onda bu. sən həm komanda ətrafında neqativ artırırsan, həm bu başqa futbolçulara təsir edir. Həm də klubun yəni adını batırmış olursun da. İndi seçin də sizə nə vacibdir uşaqlar? Vinicius'un trip atmağı yoxsa Real'ın statusu? Qardaşım, Hər kəs öz seçimi özü Ronaldo'nu qardaş satan adamdır Real Madrid. Yəni ona qalsa yəni Vinicius heç kimdir. Göydə satar. Göydə Yəni, satar. O düzgün bir anlayış Yenə seçib deyirəm. mənə qazandırıb, eləyib, o keçmişdi. Eləyib yenə də çox sağ olsun. Amma sən demiş, bu dəqiqə eləyə bilmir və buna görə elə trip atır, buna görə sifət eləyirsə və komandada neqativ aura yaradırsa, deməli problem var. Çıxart bir pozitiv şey deyərdin də. Heç olmasa bu yeni il qabağı çıxıb, yəni simvolik olsa da azarkeşlər bir pozitiv bir şey deyir ki, 26-cı ildə mən başqa şey eləmək istəyəcəm. Mən daha yaxşı olmaq istəyəcəm. Onu demir. Gedib post paylaşır. Nəysə, onsuz da Xabi Alonso'dan ən sonuncu da dəstək göstərən də Vinicius oldu. Biz oturub uşaqlar gözləyirik ki, görəsə Vinicius nə vaxt yaxşı danışsa Xabi Alonso haqqında. Ən axırıncı 25 O da dənə oyunçu. xətrən qalmaz. O da 24 qalan 24 oyunçu dedi ki, Xabi Alonso dəstəyi bu da deməli idi. Yəni bu Məcbur. tək xiyar deyil ki. Məcbur. Yaxşı, qısaca danışaq Əsas Rafinha haqqında. Rafinha və Mbappe haqqında yox, niyyət Ya daha sonra Rafinha haqqında Mbappe aldığını hardasa alıb, hardasa qızıl buz falan beş. Qızıl buz qardaşım, qızıl buz. İndi okey, indi biz riski keçsək mövzuya. İndi biz Rafinha'nın FIFA tərəfindən təyin olan ilk UEFA tərəfindən. FIFA. Yo, Ballon d'Or da UEFA verir. UEFA okey də Orada Ballon d'Or amma FIFA-da o ilk ilin rəmzi 11-liyinə girməyib. İndi Mbappe ilə mən orada olmamasına narahatlıq yaşayıram. Doğrudan da Mbappe orada olmalıydı. Amma indi deyirsən ki, Mbappe aldığın alıb, okey. Mbappe Ona görə o qədər pis deyiləm, nə demək istəyirəm. qardaşım, Mbappe aldığın öz əziyyəti ilə alıb. Cristiano Ronaldo vaxtı ikən Messiyə necə söz soxdu? Dedi ki, Ballon d'Oru sən səs verməklə ala bilərsən. Amma qızıl buzunu öz əziyyətinlə və əməyinlə almalısan. Çox qol vur, get qızıl buzunu. Burada səs vermə yoxdur. Mbappe qızıl buzunu öz əməyi ilə aldı. Qızıl buzunu qolların vurdu, bombardir oldu, qızıl buzunu aldı. Amma bura səs vermədi. Burada artıq sən kimlərdənsə asılısan. Özün deyilsən. Hal-hazırda siz top 11-i görürsüz FIFA-ya görə və sən buradan bu heyətə kimi dəyişərdin? Qardaşım, mən müdafiədə mənim biraz suallarım var. Yəni, Amma Plus müdafiədir. Minus okey, razıyam. Yəni kraylara sözüm yoxdur. Olmalı. Mendes və hakimi əla, qapıçı okey, razıyam. Paçonun yerinə mən Marquinhos-u görmək istəyərdim. Paço ideal oynadı mövsümü, qəşəng apardı. Amma Marquinhos olsaydı daha yaxşı. Nəyə görə Marquinhos çoxdan var? Hətta ikonik olaraq Nəticə yox idi, amma Paço gəlir nəticə qazanırlar. O mənada. Amma burada 2 dənə artıq var. Hə. 2 dənə artıq var ki, konkret olaraq onlar artıqdır. Bu Cole Palmer'dir və Jude Bellingham'dır. İndi deyəcəksiniz ki, Cole Palmer niyə? Çünki Jude Bellingham bəlli niyə? Okey. Konfransudur. Mən Jude Bellingham mənim Dünya Realda top 2 oyunçumdur. Bunu hər kəs bilir onsuz Mən də da. Realda Mbappe və bəyənirəm. Bellingham mənim favoritlərimdir. Sadəcə bir məqam var, bir də Valverde. Amma bir məqam var. Jude Bellingham 38 qol plus asist edib 24-25 mövsümdə və hücuma meyilli amma formada olmayan oyunçu üçün yarım müdafiəçi 8 olmaz məncə. 19-19-dur. 24 24 19 24 9 asist edib. okey. 38. Amma yəni onun orada olması bir o qədər də kriminal deyil, nəinki Palmerlə. Yox, onun orada olması kriminaldır nə cəhətdən. O onu elədi. Titul Amma yox. o qədər də yəni bilirsən necə? Hə də yəni komanda uğurlarında o böyük təsir Yəni olmadı. elə bir ki, prosa havaya getdi də o Hələ qədər. daxmırdı da. Daxmırdı. Amma Yəni bu dərəcədə yaxşı. Orada belə bir ortada yox idi. Amma Cole Palmer niyə top 11-likdə var? Mən hələ də başa düşmürəm. İndi gəlib Sadəcə olaraq dünya çempionatını, klublar arası dünya çempionatını çörəyin yedi adam. və konfrans liqasını, hansı ki ancaq play-offda oynadı. 9 aylıq Və mövsümdə. özündən qat-qat, komandasından qat-qat, bəlkə də 5 qat aşağı rəqiblərdən. Yəni sən konfrans liqasını Chelsea olaraq cibində daşımalıydın. Yəni Palmer da var. Onda variant yox. Sən bunu necə ciddi ala bilərsən? Nə qədər də Betis, zat İspan klublarının Avropada yaxşı çıxışı və s. olmasaydı da, Chelsea 5 qat üstün idi hər rəqibdən orada və bir onun play-off'unun çörəyini idi. Bir də klublar arası dünya çempionatının hansı ki mövsüm 9 aylıqdır. İndi klublar arası dünya çempionatına görə 10 aylıq oldu. Okay. Amma Palmer bu 10 aydan 2 ay zədəli idi.
Noyabr, dekabr. Ay, Səhv edə bilərəm, amma hansı 2 ay zədə idi və 3 ay qol vurmurdu. 3 ay. Hücuma meli yarım müdafiəçi və yaxud hücumçu kimi oynanır. 10 nömrə kimi, okey. Qardaş, sən 10 ayın, 5 ayını normal oynamırsan, konferans liqasında cüzi babalarla oynayırsan, cüzi bebelərlə, axırda öz ancaq play-offda oynayırsan. Ancaq play-offda. Xas dünya çempionatında PSG-yə qədər bir dənə samballı top komanda ilə oynayır. Səhv eləmirəmsə onlar deyilsə, orada Benfica-da ən güclü. İnanın yadımda deyil, amma bilənlər varsa yazsın. Mən çox Xahiş eləyirəm, sözü kəsəm, statistikanı da yazarsınız. Cole Palmer'ın statistikası nə olub? Statistikası pis deyil də, 40-a yaxın ya 30-a yaxın bir şeydir, amma sözümün canı onunla ibarət deyil. Harda o qol. Yəni Rafinhadan yaxşı olmusan sən. Hələ yenə də Rafinha və yaxud Mbappe. Yəni Mbappe-dən yaxşı olmusan sən qardaşım. Yəni orada Bellinghamı da yenə qınamıram. Bellingham sən desənin qınanlası deyil. Okey, 38-ə yaxın qol plus assisti var. Mən yenə qoyuram. Amma mərkəzi fiqur olmadı. Məsələn, mənə görə ötən mövsüm Real Madridin mərkəzi fiqurları Courtois, Mbappe və Valverde idi. Valverde'nin qol assisti Bellinghamdan qat-qat aşağı idi. Amma fiqur olaraq, təsir olaraq Valverde'nin təsiri daha çox idi nəinki Jude Bellinghamdan. Amma görsən orada deyil o. Nə qol çox vurub, assist edib, indi bilirik ki, statistika manyakları doludur. Okey, əgər sən belə statistika manyakısansa, onda Rafinha orada garanti olmalıydı. Adam 62 gol plus assist edib. Yarım final gördü Çempionlar Liqasında. Yarım finallarda gol vurdu. Adam La Liqanı qazandı. Adam Çempionlar Liqasının bombardiri oldu və Ronaldo'nun rekordunu təkrarladı. Ronaldo'nun rekordunu təkrarladı Çempionlar Liqasında. Sən bu adamı necə o 11-yə salmaya bilərsən? Necə? Yəni bu mənə maraqlıdır. Mbappe bombardir oldu. Biz indi Abdullah Palmer'in və yaxud Bellinghamın əməyini aşağılamaq istəmirik. Amma bunlardan daha yaxşıları var idi. Bunlardan daha belə önəmli oyunçular var idi ki, ona daha layiq idi. Və ən problemlisi odur ki, hətta bu Rafinha özünə də daha çox təsir edir, mən əminəm. Orada səs verənlərin sayı çoxdur və orada qeyri-peşəkarlar çox. İçiyəsini tanımır. Amma burada kapitanlar, jurnalistlər və baş komanda, siz də əgər Rafinhanı 11-likdə görmüşsünüzsə, gedin deyəcəyiniz söz yox. Oradan gedin tenisə baxın. Fuat kimi. Baxır tenisə kayf alır. Bəli, Roger Federer var. Amma bu arada sən tenisə baxırsan və Rafinhanı 11-likdə görürsən, amma onlar yox. Yaxşı, nəysə uşaqlar, siz o bu 11-likdə öz seçimlərinizi yazın şeylərdə, fikirlərinizi ki, nə dərəcədə razısınız. Bizim isə bir-iki dənə xırda xuruş belə anonsumuz var. Okay, başlayaq. İlk öncə yaxşı anons, belə müsbət anons. Cümə günü saat 8-də siz bu buraxılışı görəcəksiniz. Bəli. Və hər cümə 20:00-da siz bu buraxılışları görəcəksiniz. Ona görə kanala abunə olmağı unutmayın. Bəli, bütün kanallarımıza abunə olun. İzləyin, Instagramda, TikTokda izləyin ki, çünki shortslar orada çıxır və başqa videolar da orada olacaq, yarışmalarımız olacaq, başqa planlarımız var. İnşallah ki, hər şey görəcəksiniz. Amma hər 5-ci gün saat 8-də biz efirdəyik və yeni illə bağlı, yeni illə əlaqədar sizin üçün belə maraqlı bir müsabiqəmiz var. Bu müsabiqə haqqında ətraflı məlumatı sizə Fuad verəcək. Müsabiqəmiz odur ki, siz yeni ilə bağlı Baridin son çıxışında kreativ şərhlərinizi yazırsınız, bizi təbrik edirsiniz. Daha indi kreativ şərh deyəndə daha orada bir qəpikdən açıq bıraq eləməyin. Yəni, ya da bir Barid podkastı kreativ şəkildə yeni il münasibətilə təbrik edirik. YouTube-da, ancaq YouTube-da. Ancaq YouTube-da, bəli. Və ən kreativ rəyin sahibinə biz tərəfindən xüsusi bir hədiyyə olunacaq. Bu tamamilə yəni bizim sırf olaraq şəxsi ürəyimizdə görə eləmək istədik. Yəni belə xoşumuza gələn rəy olsun, kreativ rəy olsun, maraqlı rəy olsun. Yəni qaqa yeni iliniz mübarək. Elə yox. Heç bir qayda qoymayaq. Yəni kreativ biz orada tapacağıq nəsə. Tapacağıq. Yəni ən xoşumuza gələn şərhin sahibinə xüsusi bir kiçik bir hədiyyəmiz var. O da məncə, yəni yeni. Amma yadda qalan bir hədiyyə olacaq. Yadda qalan hədiyyə olacaq. Bu YouTube buraxılışının altında. İndi bəli, bu YouTube epizodun altındadır. Yəni növbəti çıxışlara aidiyyatı yoxdur. Yanvarın əvvəli buraxılış olanda artıq orada qalibimizi açıqlayacağıq və bizim sosial şəbəkələrimiz hansı ki izləməyiniz mütləqdir. Instagram, TikTok, hamısı. Orada qalibi də indi inşallah qalibi də dəvət edə biləcəyik. Dəvət edərik, şəkil çəkdirərik. Şəklin biri 5 manat. Şəkil çəkiləsi adamlar deyil idi. Şəkilimizi al. Şəkilimizi al. Amma indi yenə gələcək. Oyda. Özləmişsən hansı qarş, Atletico'ya söz gələn mən bilmirəm. Qardaş, o 8 nəfərdən biri mənəm.
Sezon 17 nəfər də yığıb gətirir də üstündəki alacaq görün bura. Biraz çox danışdıq. 50 dəqiqədən çox danışdıq, amma uşaqlar kompensasiya elədik də biz 2 həftə, 1 həftə Kəsə yox idi. çıxmadı. Yəni ona görə də qardaş, Düzürü say. ürəyimiz dolu idi. Elə biz bəxtimiz gətirdi ki, biz çempionlar qalsın danışmadıq. Onu da danışdıq 1 saat 30 dəqiqə. oldu. Vallahi Eintrachtla oyunda mən xiyar olmuşdum. Yəni danışacaq çox şey var. Nə deyək? Nəysə. Yeni iliniz mübarək deyək də. Yeni iliniz mübarək. 26-cı ildə sizin üçün hər şey yaxşı olsun, uğurlu olsun və Real Madrid çempion olsun. Ya onu yuxuda görərsiniz. Okay. Ən azı yuxuda. Hər birinizi təbrik edirik dostlar. Dəmi arzularınız için olsun, amma Çempionlar Liqası arzu edirsinizsə Barsa azarkeşləri biraz qəliz məsələdir. O da ancaq. O da Real Madridin La Liga çempionu olması kimi bir şeydir hal-hazırda. Amma nəysə, ümid kəsilməz. Yəni sona qədər inanırıq. Nəysə, uğurlar, öpürəm hamınızı, sağ olun. Çox sağ ol. Allah Madrid. Getdim. Viskaba. Barit Podcast hər həftənin cümə günü 20:00-da YouTube-da.